Ya İmam Rıza, Azərbaycandan qonaqların gəlib. Ağa hərə bir hacətlə gəlib. Ağa hərə bir müşküllə gəlib. Ağa hərənin bir xəstəliyi var, bir mərizi var, bir mərizəsi var, bir çətinliyi var. Ya İmam Rıza, səni and verirəm o 2 nəfərə, səni and verirəm Nənül Zəhraya, and verirəm oğlum İmam Cavada. Bizləri bu qapıdan əli boş qaytarma. Ya İmam Rıza, sənin qapıva qədər gəlmişik. Sən Rauf-ı Mehriban imamsan. Ya İmam Rıza, sənə yaraşmaz ki, sən bizi öz qapından geri döndərəsən. Ağa, Nənül Fatimə Zəhranın haqqı bizi qəbul elə. Oğlu İmam Cavadın haqqı bizi qəbul elə. Ya İmam Rıza, bu qapıdan əli boş qaytarma bizləri. Ya İmam Rıza. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Allah onların qoşduqları şəriklərdən ucadır. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin.